Hər vaxtınız xeyir. OTK-nın 20 variant blok üçün sınaq kitabından artıq 13-cü sınaqdayıq və burada bilirsiniz ki, mən hər bir sual üçün istiqamət verirəm ki, yəni sizə kömək olsun bu testi yazmaq üçün. Gəlin baxaq birinci suala, ümumi sınaqdır. Birinci sual görək nə tipdədir. A və B natural ədədlərinin rəqəmlərinin cəmi uyğun olaraq 119 və 640-dır. Rəqəmlərinin cəmi, Və A üstü 5, B üstü 33 ədədlərinin 9-a bölünməsindən alınan qalığı istəyir. Əvvəla biz bilirik ki, 9-a bölmə əlaməti rəqəmlərin cəmi ilə götürülür. Onda A ədədinin 9-a bölünməsindən qalan qalıq nə olacaq? 2 olacaq. Çünki niyə? Bunların cəmi bizə verəcək 11. 11-i də 9-a böləndə qalıqda 2 olacaq. Düzdür? İndi və həmən o qalıqla işləsək, 2 üstü 5-dir deməli mənim əlimdə. İndi B ədədinə baxıram. B ədədində rəqəmlərin cəmi mənə verir, deməli, rəqəmlərinin cəmi mənə verir burada hal-hazırda 10. Oradan da qalığımız nədir? 1-dir. Deməli, bu da nə oldu? 1-in üstü 33. Bunu hesablasaq, cavab 32. Bəs 32-ni 9-a böləndə qalıq neçə qalır? Əlbəttə ki, 5 qalır. Belə. Sonra, ikinci tapşırıqda nə edəcəksiniz? Tənlinin x1 və x2 kökləri üçün belə bir ifadə verilib və p-ni tapın. Əlbəttə ki, biz buradan əvvəla x1-i ortaq vuruq çıxartsanız, x1-in kvadratı üstəgəl x2 bərabərdir 20 tapsaq. Görə bizə nə verir? Bizə heç nə vermir. Ondan sonra bunu eləməyək. Gəlin, burada x1 vur x2-ni görürük ki, cavab nədir? 12-dir. Onda x1-in kubu üstəgəl 12 bərabərdir 20. Buradan x bərabərdir nə tapırsan? 2 tapırsan. x1-i 2 tapırsan da əlbəttə. x1 2-dirsə, x1 vur x2 də 12 idi axı. x2 neçə olur onda? 6 olur. Məndən nə istəyir? P-ni istəyir. Mən də bilirəm ki, baxın buranı silim. Mən də bilirəm ki, köklərin cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalına bərabərdir. Yəni, P çıx 3-ə bərabərdir. Nə tapdıq bayaq? Birini 2 tapdıq, birini 6 tapdıq. Deməli, bunların cəmi 8. Onda P neçə olacaq? 11 olacaq A variantı. Üçüncü tip çalışmalarda kompleks ədəddir. Bilirsiniz ki, deməli, nə edə bilərik? Baxın, bu ifadəni biz vuruqlara necə ayırarıq? 2x üstəgəl 5i, bir də 2x çıx 5i formasında ayıra bilirik. Kompleks ədədlərdən bunu bilirik. Və aşağıdakı 2x üstəgəl 5i ilə 2x üstəgəl 5i ilə ixtisar getsə, düzdürmü? İxtisar getsə, bunun biri çıxdı, biri üstəgəldir. Deməli, əlimizdə nə qaldı? 2x çıxılsın 5i qaldı. Onda bunun həqiqi hissəsi 2x-dir, xəyali hissəsi isə mənfi 5-dir. İmz və rz-dən danışıram. Bunu da mənə bərabərdir, bu bir ifadə verilib. Onda bu ifadədə həqiqi hissənin əmsalı 2-dir. Burada da həqiqi hissənin əmsalı m-dir. Onda m nəyə bərabərdir? M bərabərdir ilə 2-yə. Bəs bu nədir? Bu xəyali hissədir. Xəyali hissənin əmsalı bərabərdir buradakı xəyali hissənin əmsalına, yəni mənfi 5-ə. Buradan da n-i nə tapıram? Mənfi 3 tapıram. Və mənə deyir ki, m çıxılsın n fərqini tap. Yəni, cavab neçə eləyəcək? Cavab eləyəcək 5. Dördüncü çalışmaya baxaq. Funksiyanın qrafikinin təpə nöqtəsi T, ordinat oxu ilə kəsişmə nöqtəsi isə A olarsa. Biz bilirik ki, bu funksiya ordinat oxu ilə hansı nöqtədə kəsişəcək? -12, 0 nöqtəsində kəsişəcək. Bu da bizim A nöqtəmizlə qeyd olunmuş.
və OTA üçbucağının sahəsini tapın. O koordinat başlanğıcıdır. Bilirik ki 0, 0 nöqtəsidir. Bir də T nöqtəmiz var. T də bunun təpə nöqtəsidir. Təpə nöqtəsini müxtəlif üsullarla tapa bilərsiniz. Düsturundan da tapa bilərsiniz. Amma bu üsulda var ki, iki əlinin kvadratını ayırın. X kvadratı çıxılsın 4x. Buradan deməli biz üstə gəl 4 çıx 4 çıxılsın 16 olacaqdır. Elə bir üstə gəl 4 çıxılsın 16 olacaq. Onda x çıxılsın 2-nin kvadratı, yəni bax bu ifadəni, bax bu ifadəni x kvadratı, x çıxılsın 2-nin kvadratı çıxılsın 16 formasında yaza bilərik. Onda buradan bizim təpə nöqtəmiz olaraq M2, N isə -16 görsənir. Yəni bu T olur 2 - 16. İndi əlimizdə 3 dənə nöqtə var və vəziyyət təxminən bu formadadır. Burada bir bizim -12'miz var. Bir A nöqtəsi budur, bir O nöqtəsi budur. Bir də T nöqtəmiz var ki, 2-nin 16'yadır. 2-nin 16'ya, -16'ya əlbəttə ki, bu da 2'dir. Bax, nöqtə təxminən buradadır. T nöqtəsi də təxminən buradadır. Və mənim üçbucağım bu formadadır. Bunları birləşdirim. Belə formadadır. Belə formadadır. Mənim deməli, buradan bu tərəfim olub elə 12, düzdür? Üçbucağa baxın, oturacağı, bax, bu hissə 12'dir. Bəs hündürlüyüm nədir? Biz bilirik ki, körbucaqlı üçbucaqlarda hündürlük üçbucaqdan kənarda dayana bilir. Ona görə bu nöqtədən hündürlük çəkmək istəsəm, baxın, buradan belə hündürlük çəkmək istəsəm, bu hündürlük bu parçaya uyğun gəlir də. Baxın, bu parçaya uyğun gəlir. Bura uyğun gəlir. Bu nöqtənin də x-i nə idi? 2. Deməli, sən demə bu hündürlük nə boydaymış? 2 boyundaymış. Üçbucağın sahəsi necə tapılırdı? 2-də 1 AH düsturundan. 2-də 1 A-mız dedik ki 12'dir. H-ımız da dedik ki 2'dir. Cavab nə oldu elə? 12 oldu. A variantı. 5-ci tapşırığa baxaq. Bunu silim. Bərabərsizliyin natural həllərinin cəmini istəyir bizdən. İlk iki həddən mən x-in kvadratını çıxartsam, qalır x çıxılsın 40, üstə gəl. Buradan da 3'ü çıxartsam, yenə qalır x çıxılsın 40, kiçikdir 0. Ondan sonra x çıxılsın 40'ı ortaq vuruq çıxartsam, digər mötərizəm x kvadratı üstə gəl 3, kiçikdir 0. Baxın uşaqlar, bu hissə, baxın, bu hissə həmişə müsbət ədəddir. Onda mənim bu hasilimin 0-dan kiçik olması üçün birinci vuruğumun, yəni x çıx 40 vuruğumun 0-dan kiçik olması mənə kifayətdir. Bu da x kiçikdir nə əmələ gəlir? 40 əmələ gəlir. İndi mənə də deyir ki, baxın, bərabərsizliyin natural həllərinin cəmini tapın. Çox mənasız sualdır, yəni vaxt aparan sualdır. Necə vaxt aparan sualdır? Məsələn, bəzən şagird birdən tələssə, başa düşməsə ki, bunu ədədi silsilə ilə etmək olar. Yəni, yazıq şagird tələskənliyindən, stresindən durub birdən 39'a kimi ədədləri toplayacaq. Düz indi o öz işidir. Amma yəni bir yolunuz birdən 39'a kimi durub hesablasa, siz vaxtınız gedəcək. O da məsləhət deyil. Ondansa belə hallarda tez fikirləşin ki, demək ki, burada nəsə, belə deyim də, bir daha sadə bir yol var. Mütləqdir, daha sadə bir yol var. Onda bunu A1'i 1 kimi düşünün. D də 1-1 artır. Düzdürmü? Ədədi silsilədir də 1-1 artır, 39'a kimi gedir. Sonuncu da ədəd, yəni A 39'un özü də elə nədir? 39. Yəni ədədi silsilədən də istifadə edib daha rahat üsulla
bunun cəmini tapa bilərsiniz. Və yaxud da deyə bilərsiniz, yox, müəllim, mən elə eyb yox, vaxtım geçsin, daha rahatdır mənə ki, 1-dən 39-a kimi ədədləri tez-tez cəmləyim. Onda o öz işindir, götür cəmlə. Kimsə nə deyir ki? 6-cı, ifadənin ala biləcəyi tam qiymətlərin cəmini istəyir bizdən. Deməli, biz burada nə edə bilərik? Əvvəla, sinus kvadratı x-in yerinə nə yazaram? Yazaram ki, 1 çıx kosinus kvadratı x. Onda mənim sürətim 16 çıxılsın kosinus kvadratı x-a dönür. Aşağıda da 4 çıx kosinus x var. Əlbəttə ki, bunu müxtəsər vurma üsulundan istifadə edərək sadələşdirsək, alınacaq 4 üstəgəl kosinus x. Bu da hansı qiymətlər arasında dəyişəcək? Biz bilirik ki, kosinus x mənfi 1 qiymətləri arasında dəyişəcək. Onda bu ifadə 3 və 5 qiymətləri arasında dəyişəcək. İndi tam qiymətlərin də cəmini istəyirsə məndən 3 üstəgəl 4 üstəgəl 5. Yəni 12. Davam edelim. 7 kimi tapşırıqları sadələşdirəndə isə əvvəla baxın, bu müxtəsər vurma düsturlarını sadələşdirəcəksən, açacaqsan, sadələşdirəcəksən, əlində qalacaq tangens kvadratı x-in üstəgəl kotangens kvadratı x və bərabərdir 2. Bunları sadələşdirəndə isə əlimizdə qalır 4 bölünsün sinus kvadratı 2x bərabərdir 2. Və ya bunu başqa cür də sadələşdirə bilərsən. Bunu belə eləyə bilərsən. Bilirik ki, kotangens 1 böl tangens kvadratı x-dir, düzdür? Onda tangens kvadratı x-a bir a desən, alınacaq a kvadratı üstəgəl deməli 1 böl a kvadratı bərabərdir 2. Buradan da həll eləyəndə a-nı 1 tapacaqsan, düzdür? A-nı 1 tapdınsa, burada daha doğrusu kvadratlar olmur da, çünki mən kvadratı a ilə işarə eləmişəm. Hə, a üstəgəl 1 böl a bərabərdir 2 olursa, a 1-dir. Demək ki, tangens x bərabərdir müsbət mənfi 1. Çünki tangens kvadratı bərabərdirsə 1-ə, tangensin özü müsbət mənfi 1-dir. Buradan da çıxır ki, tangens x bir dəfə bərabərdir pi böl 4 üstəgəl pi k-ya. Bir dəfə də tangens x bərabərdir 1 olanda deməli bu x. Bir dəfə də x bərabərdir mənfi pi böl 4 üstəgəl pi k-ya. Bu iki cavabın birləşmə, baxın, iki cavab yoxdur, görürsünüzmü? Demək ki, biz bu iki cavabı birləşdirməliyik. Bu iki cavabın birləşməsi isə bizə verəcək pi böl 4 üstəgəl pi k böl 2. Bunu necə məsəl üçün təyin eləmək olar? Bunu koordinat sistemi ilə də təyin eləmək olar. Tutaq ki, birinci kökümüz pi böl 4 üstəgəl pi k-dır. Nə demək? Pi böl 4 45-dir, düzdür? Yəni, birinci kökü burada alırsa, o birisini pi k-dan 1 alır. Pi k-dan 1 alır. Yəni, burada alır. İkinci kökümüz mənfi pi böl 4. Yəni, buradadırsa, onda o birisini pi burada. Fikir verirsiniz, burada nə baş verdi? Köklər hər 90 dərəcədən 1 alınır. Hər 90 dərəcədən 1 alınanda da onda cavabımız olur nə? Y variantı. 8-ci suala baxaq. X üstəgəl 5 ədədinin x üstəgəl 2 faizi 0,4 olarsa. İndi burada necə edəcəyik? Deməli, x üstəgəl 5-i vuracaqsan yüzdə x üstəgəl 2-yə bərabərdir 0,4, yəni 10-da 4-də. Laf istəsən, bunu da 100-ə çatdırmaq istəyirsənsə, yüzdə 40 elə, sonra bu yüzləri sil. Deməli, əlində qaldı bu iki mötərizənin hasili bərabərdir 40. Bunu da ya istəyirsən aç sadələşdir, ya istəyirsən cavablardan bax, yaz. Ürək necə istəyir? Üzülürsən. Deməli, 9-a baxaq. A kvadratı çıxılsın 3a üstəgəl 1 bərabərdir 0 olarsa, a kvadrat üstəgəl 1 böl a kvadrat ifadəsinin qiymətini tapın. Nə edərik?
Bax, mən bunu belə yaza bilərəm. A üstəgəl 1 böl A-nın kvadratı çıxılsın 2. Köməkçiyə görə biz artıq bilirik. Və bunun da içini ortaq məxrəcə gətirsəm, A alınacaq A kvadratı üstəgəlinə 1. Kvadrat öz yerində, çıxılsın 2 də öz yerində. İndi baxın. A kvadratı üstəgəl 1, yəni bu güvəndə də var bu misaldan, güvənin testlərində və yaxud da kitabında. A kvadratı üstəgəl 1-i, baxın, buradan götürsəm, bu ikisini tapmaq istəsəm, cavabımız nə olar? Mənfi 3A-nı keçirdərəm də bu tərəfə, 3A olar. Sən demə, A kvadratı üstəgəl 1-in yerinə nə yazacaqsan? 3A yazacaqsan. A-lar ixtisar gedəcək, qalacaq 3-ün kvadratı 9 çıx 2, cavab 7. Yəni elə bu misal əslində elə tamamilə eynisidir güvəndəkinin. Heç rəqəmi də dəyişməyiblər, heç tamamilə eynidir. 10-cu suala baxaq. Bərabərsizliyini həll edin. Biz bilirik ki, modullarda deməli bu bərabərsizliyi necə yazırıq? Bir dəfə olduğu kimi, gördüyümüz kimi yazırıq. Kiçikdir 28. Bir dəfə də böyükdür mənfi 28. Düzdür? Bu şəkildə. Buradan 2x kiçikdir 32. X kiçikdir nədən? 5-dən. Burada isə 2x böyükdür mənfi 24 və üstlü funksiya biz bilirik ki, qiymətlər oblastı həmişə müsbət qiymətlər aldığından, müsbət qiymətlər də həmişə mənfidən böyük olduğundan, yəni bunun cavabı əslində müsbət mənfi sonsuzluqdur. Bu heç. Ona görə mən bir dənə bu cavaba biraz belə deyim ki, diqqətimi cəlb eləyəcəm. O da olacaq mənfi sonsuzluqdan 5-ə kimi. 11-ci çalışmaya baxaq. Bir zər ardıcıl olaraq 3 dəfə atılır. Baxın, bir zər atılanda 6 hal mümkündürsə, 3 dəfə atılanda 6-nın kubu, yəni 216 hal mümkündür. Onu nəzərdə tutun. Və birinci dəfə mənə deyir ki, cüt ədəd düşsün. Birinci dəfə cüt ədəd düşəndə, burada 6-da cüt ədədlərimiz hansıdır? 2, 4, 6. Yəni 3 hal var. Düzdür? 6-da 3 oldu. İkinci dəfə mənə deyir ki, sadə ədəd düşsün. Vurulsun. Sadə ədədlər hansılardır? 2, 3, 5. Yəni yenə də 6-da 3 və üçüncü dəfə isə deyir ki, 4 və ya 5 ədədinin düşməsi, yəni burada da 2 hal var da, ya 4 düşər, ya 5, 2 hal var da. Onda da oldu nə? 6-da 2. İndi görək nə alınır. Məsələn, bu 3, 2 və 6 bir-biri ilə gedə bilər, 6 ilə 3 gedə bilər. Bir sözlə cavab alınacaq 12-də 1. Sadə misaldır. 12-ci suala baxaq. İfadəni hesablayın. Burada nə edə bilərik? Bir baxaq. Burada əlbəttə ki, x-i yerinə qoymaq olmaz. X-i yerinə qoyanda, x2-ni yerinə qoyanda 0/0 halı alınır və ümumiyyətlə 0/0 halında biz L'Hopital qaydasından istifadə edə bilirik, yəni törəmə qaydasından istifadə edə bilirik. Bilən şagirdlər lap əla, bilməyənlər üçünsə qısa izah verirəm ki, sürətin də, məxrəcin də törəməsini alın. Çox gözəl bir üsuldur bu. Hansı halda istifadə olunur? Qeyri-müəyyənlik halında, yəni 0/0 halında. İndi yuxarının törəməsini almaq istəsəm, mənə verəcək 1 bölünsün 2 kök altında x üstəgəl 14. Sabitin törəməsi zaten 0-dır. Məxrəcə düşürəm. Məxrəcin törəməsi, burada sabitin törəməsi 0-dır, x-in törəməsi 1-dir. Baxın, heç ümumiyyətlə məxrəcdə 1 alındı. Lab yaxşı çıxdı, getdi. Mənim əlimdə belə bir ifadə alınıb və mən x-in yerindəki 2-ni gətirirəm, yerinə yazıram. Nə alınacaq? 1/2 kök altında 16, yəni 8-də 1. D variant. L'Hopital çox gözəl qaydadır, istifadə edə bilərsiniz. 13-ə baxırıq. Funksiyanın qrafikinə apsisi x0/4 nöqtəsinə çəkilən toxunanın apsis oxunun hansı nöqtədə kəsir? Gəlin biz birinci o belə deyim,
Toxunanın məsələn tənliyini də əslində yaza bilərik. Toxunanın tənliyini yazmaq üçün toxunanın tənliyi fx bərabərdir. Deməli, fx0 üstə gəl f'x0 və vurulsun x çıxılsın x0 tənliyidir. Onda mənə nə lazımdır? Birinci lazımdır fx0. x0 da 4'dür. Yəni f4'ü hesablamaq. Burada 4'ü yerinə qoyub hesablasan cavab 2. Bir də lazımdır f'. F' nədir? Onun törəməsidir. Yəni f'x-ı birinci hesablasam 1 bölünsün 2 kökdə x edir. F'x0'ı hesablasam x0 4 daxı. Onda deməli burada 4'ü yerinə qoysam cavabımız nə edəcək? 4'də 1. İndi bu məlumatlara əsasən mən toxunanın tənliyini yazım. Toxunanın tənliyi onda belə olacaq da. Əvvəla fx0'ın özü, yəni 2 plus törəmənin x0'dakı qiyməti, yəni 4'də 1. Bir də içəridə x çıxılsın x0, yəni 4. Bax, bunu biraz sadələşdirirəm. 2 üstə gəl 4'də 1 x çıx 1. Daha da sadələşdirirəm. 4'də 1 x üstə gəl 1. Baxın, həmən toxunanın tənliyi budur. Və mənə deyir ki, bu toxunanın absis oxu ilə hansı nöqtədə kəsir? Absis oxunu kəsdiyi nöqtəni tapmaq üçün biz nə edirdik? Bunu 0'a bərabər edirdik. 4'də 1 x bərabərdir mənfi 1, x bərabərdir mənfi 4. Absis oxunu deməli kəsdiyi nöqtə x-ı mənfi 4'dür, y-ı isə 0'dır, cavab olacaq A variantı. (14'ə baxaq, inteqralını tapın. Qeyri-müəyyən inteqraldır. Yəni, sadəcə qeyri-müəyyən inteqrallarda biz nə edirik? Biraz sadələşdirib ibtidai funksiyasını tapırıq. Baxıram ki, məxrəclər ortaqdırsa, mən bunu bir inteqralın içərisində yazsam, nə alınacaq? X kvadratı çıxılsın 3x, çıx 2x, üstə gəl 6 alınacaq. Biraz daha sadələşdirsəm, x kvadratı çıxılsın 5x, üstə gəl 6 dx. Yuxarını vuruqlarını ayırsam, bunu 3 və 2 kimi ayırsam, biri x çıx 3, biri x çıx 2, x çıx 3'lər ixtisar gedir. Bir sözlə inteqralın içərisində x çıx 2 qalacaq. Bunun da ibtidai funksiyasını tapmağa nə var ki? 2'də 1 x kvadratı çıxılsın 2x, üstə gəlinsin bir dənə də nə yazırıq həmişə? Üstə gəl, s yazırıq da. Hansı bənddədir? A bəndində deyil, uzağa getmək ehtiyac yoxmuş. 15. 684'dən kiçik bütün natural ədədlərdən bölünənlər A çoxluğunu nəyə bölünənlər? Bir dəqiqə. Burada silinib ki. Nəyə bölünənlər? Çox təəssüf ki, burada silinib. Mənim də əlimdə kitab yoxdur, ancaq PDF-dir. Nəysə, o sual qalsın. Başqa bir yerdən baxa bilərsiniz. 16. Ədədinin tam hissəsini tapın. Gəlin belə bir şey eləyək. Baxın, biz bu kimi ifadələri çalışırıq ki, 2 ədədinin kvadratı kimi yazaq. Bunun üçün əvvəla kökün qarşısını 2'yə bölürük. Qalır kök altında 9 üstə gəl 2 kökdə 5. Yəni 2'yə böləndən sonra onu da 2 vuruğa elə ayırıram ki, biri 2, biri də kök altına 5, hansı ki kvadratlarının cəmi 9 versin, verdi. Onu da cavab kimi nə çıxardıram? Elə 2 üstə gəl kök altında 5 kimi çölə çıxardım. Yəni bu ədədləri çölə çıxardıram. Vəssalam, qalanlar hamısı itirib atır. Onda, baxın, biraz sadələşdirək. Onda, buradan nə çıxdı çölə? 2 üstə gəl kök altında 5 çıxdı çölə. Buradan nə çıxacaq? Buradan da 2 çıx kök altında 5, amma mənfi olmasın deyən kök altında 5'i qarşıda yazıram. Kök altında 5 çıxılsın 2 kimi çıxardıram. Biraz sadələşdirəsəm qalacaq 2 kökdə 5
2-ni kökün daxilinə yazsaq olacaq kök altında 20. Buradan da təxminən tam hissə nə çıxır? 4 çıxır. C variantı. 17. Çoxhədlisinin standart şəklində yazılışında sərbəst həddin əmsalları cəmi -2 olarsa A vur B hasilini tapın. İndi baxaq. Bunun ümumiyyətlə sərbəst deməli bir dəqiqə. Standart şəklində yazmaq istəyirsə, mötərizəni vurub açıb sadələşdirməliyik. Amma mən istəyirəm ki, ümumiyyətlə vurmadan, yəni vaxtımıza qənaət etmək üçün bizə nə lazımdır? Bizə deyir ki, sərbəst həddlərin, düzdürmü? Sərbəst həddlər bizdə nə verəcək ki? Sərbəst həddin bəlkə bunun bir hissəsi düşmüş. Sərbəst hədd burada sərbəst hədd cəmi bir dənə daxil. Niyə həddlərinin cəmi sözündən danışıb ki? Onda burada nəsə əlavə bir şey deyib bizə. Hansı burada yenə də nəsə əlavə bir şey deyib. Nəsə kitaba baxıb o hissəni ayrıca çəkə bilsəm çəkərəm. 18. Oturacağının sahəsi buraxmadım ki burada. 17. PDF-i sadəcə hazırlayanda çox keyfiyyətsiz hazırlayıblar, çox təəssüf ki. 18-ə baxaq, yaxşı. Oturacağının sahəsi 30 olan, deməli, düzgün 5 bucaqlı piramidasında, düzgün 5 bucaqlı, deməli, oturacaq düzgün 5 bucaqlıdır. CO hündürlüyü 8-dir. Və SABCO piramidasının həmən bu qaralayıblara onu deyir. Piramidasının da həcmini tapmaq istəyir. Yaxşı, baxaq bir görək təzdən. Oturacağının sahəsi 30-dur, düzgün 5 bucaqlıdır. Deməli, mən buradan nə tapmaq istəyərəm? Mən bunun sahəsini bilirəmsə, hündürlüyü də varsa, aşağıdakı oturacağın, baxın, mən bunu istəyirəm sizə bir başqa rəngdən qeyd edeyim. Bunu bilirsiniz, neyəcəm? Baxın, bu oturacağı ümumiyyətlə böləcəm 5 dənə üçbucağa və bilirəm ki, bu üçbucaqlar bərabərdir, bu heç. Onda hər üçbucağın sahəsi 6 düşür. Baxın, burada 6 düşür, burada düşür. Onda mənə bu lazım olan qaralanmış hissənin S oturacağı nə olacaq? 12 olacaq. Hündürlüyüm də elə həmən bu piramidanın da hündürlüyü ilə eynidir deyən, hündürlüyüm də olacaq 8. Onda V piramidanın həcmi necə tapılır? 3də 1 S oturacaq vurulsun H ilə tapılır. 3də 1 vurulsun S oturacağımız bizə nə verdi? 12 verdi. H-ımız da 8-dir. Cavabımız olacaq 32. B variantı. Maraqlı sualdır. Çətin sual deyil əslində. Yəni, biraz orada oturacağı bölmək adamın ağlına gəlməlidir. 19-a baxaq. A nöqtəsi absis oxuna nəzərən simmetrik çevrilməsindən B nöqtəsi alınır. Deməli, tezcən B nöqtəsini mən tapa bilərəm ki, absis oxuna görə çevirmədə biz nə edirdik? Absisi saxlayırdıq, ordinatı əksinə dəyişirdik. Y bərabərdir X düz xəttinə nəzərən. Y bərabər X düz xəttinə nəzərən çevrilmədə isə biz X-lə Y-ın yerini dəyişirdik. Əla. Və BC parçasının uzunluğunu tapın. BC parçasının uzunluğunu da hansı düsturdan tapacaqsan? X çıxılsın X2 çıx X1-in kvadratı üstə gəl. Y2 çıx Y1-in kvadratı düsturundan tapacaqsan, hansı ki koordinatların əlində var. 20-ci çalışma. İki tərəfi kök altında 5 və 2 olan üçbucaqlardan sahəsi ən böyük olanının xaricinə çəkilmiş çevrənin mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafələrin cəmini tapın. Ümumiyyətlə, ən böyük sahəsi olması üçün düzbucaqlı üçbucaq olmalıdır. Onda bunlar bizim katetlərimiz.
Hipotenuzumuz isə 3 olacaq. Və həmən bu xaricə çəkilmiş çevrənin mərkəzi də bunun ortasındadır. Onda bu nöqtədən, baxın, məsələn, bu təpəyə qədər məsafə 1,5. Bu təpəyə qədər məsafə 1,5. Bir də bu təpəyə qədər olan məsafə var axı, düzdür? İndi bunu da hesabla. Bu həm də nə idi onun? Bu həm də onun hündürlüyü olacaq. Bu məsafə, heç hündürlük olmasın, heç yox, hündürlük yox, əstəğfurullah, medianı olacaq. Bax, bura kimi məsafə. Çünki bu orta nöqtədir axı. Median bu da elə yenə 1,5-dir. Onda 3 dənə 1,5-in cəmi 4,5. 21. Yan tərəfi 10, oturacağı 12 olan bərabər yanlı üçbucağın, deməli, yan tərəfi 10, oturacağı 12 olan bərabər yanlı oturacağına çəkilmiş hündürlüyü ətrafında, deməli, hündürlüyü ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Burada əlbəttə ki, konus yaranacaq və həmən konusun elə hündürlüyü, baxın, hündürlüyü nə olacaq? Elə öz hündürlüyü ətrafında fırlanır, baxın. Bunun hündürlüyü elə həmən bunun hündürlüyü olacaq. O da 8 olacaq, yəni buradan tapsaz 8 olacaq. Və oturacağının radisi nə olacaq? Bunun yarısı olacaq da 6 olacaq. Düzdürmü? Məndən alınan cismin həcmini istəyir. Yəni konusun həcmi V bərabərdir 3də 1 S oturacaq. S oturacaq da pi r kvadratıdır. Vurulsun h, h da 8-dir. Mənə də pi-ni 3 verir. Pi ilə 3 getdi ixtisara. R-imiz 6-dırsa kvadratı oldu 36, vurulsun 8. O da 48, 288 edir. D variantı. Biraz təmizləyək. 22. Deməli, bizə vektorlar verilib və vektorların skalyar hasilini istəyir. Vektorların skalyar hasili necə tapılırdı? Uyğun koordinatların hasilinin cəmi. Baxın, sinus 12 vurulsun kosinus 78, üstə gəl, kosinus 12 vurulsun sinus 78. Bu bizə nəyi xatırladır? Bəli, sinus 12 plus 78-i xatırladır. Bəs bu neçədir? Bu isə 90 dərəcədir. O neçəyə bərabərdir? 1-ə. Çox sadə bir misaldır, gözəl misaldır. C variantı. Baxaq. Deməli, burada bizə deyir ki, perimetr 16 kökdə 6-dır. Onda hər tərəfimiz olur 4 kökdə 6. Və verilən bucaqlarda 15 dərəcə verib. Baxın. Bizdən AM parçasını soruşur. Biz gəlin neyniyək? Əvvəla A ilə C nöqtələrini, yəni bu diaqonalımızı çəksək, diaqonalımız neyniyir? 4 kökdə 6-nı kökdə 2-yə vuracağıq da, olacaq 4 kökdə 12, düzdür? Bəs bu bucaqlar neçə dərəcə olacaq? Bu bucaqlar hərəsi 30 dərəcə olacaq. Çünki diaqonal kvadratın bucağını yarı bölür. Bu hissə 45-dir, burası 15-dir. Deməli, bura 30 dərəcə qaldı. Bəs bura nədir? Bura 120 dərəcədir. Bunlar bərabər yanlıdır axı. Bərabər yanlı üçbucaqda təpə bucağı 120 dirsə, biz orada nə bilirdik? Biz orada bilirdik ki, deməli, bu təpədən bir hündürlük çəksək, bura 60 dərəcə olaraq bölünəcək, çünki bərabər yanlıdır. Düzdür? Bura 30 var, burada 90. Mənə də AM istəyir və 4 kökdə 12 də neyniyəcək əslində? Yarı bölünəcək. Elə deyir, 2 kökdə 12 olacaq. Buradan bura kimi. Bax, 2 kökdə 12. İndi, məndən soruşulan AM əslində nə idi bunun? Hipotenuzudur. Yəni, bu üçbucağın, bax, bu üçbucağın hipotenuzudur. 60 dərəcə qarşısında dayanan katet 2 kökdə 12-dirsə, onda 30 dərəcə qarşısına dayanan katet 4-dür. Bax, bu hündürlük 4-dür. Hündürlük 4-dürsə, onda hipotenuz neçədir bəs? 8. Çünki 30 dərəcə bucaq qarşısında dayanan
Katet 4-dürsə, hipotenuz 8-dir. Cavab 8. 24-ə baxaq. Bərabərliyini eyniliyə çevirən m və n ədədlərinin cəmi tapın. Bunlar hamısı loqaritmalardır. Və biz burada əlbəttə ki, tez görən kimi nə ağlımıza gəlir? Əlavə bir yer açdım. Ağlımıza gəlir ki, bunları tərs çevirək və əlbəttə ki, loqaritmanın əsası ilə onda loqaritma altı ifadələr də yer dəyişəcək. Olacaq m-dən 3, m-dən 4 və s. m-dən 15. Hələ ki, bu hissəyə baxıram. Bu hissədə loqaritma üstəgəl olduğuna görə əsas olduğu kimi qalır. İçindəkiləri nə edəcəm? Vuracam. Yəni, 2 vur 3 vur 4 və s. 15. Bunu mənə nəyə bərabər veriblər? Veriblər loqaritma 27 əsasdan 3. Mən nə bilirəm? Bu 27 3-ün üstü 3-dür. Axı, bu 3-lə bu 3 bir-birini apara bilir. Onda əslində mənə veriblər ki, loqaritma 3 əsasdan elə 2n çıx 3-ün faktorialı. Bura diqqətlə baxsaz, buranın içərisi elə mənə 15 faktorial verir. Düzdür, 15 faktorial verir. İndi bu bərabərlik ödənməsi üçün, əsaslar bərabər olmalıdır. Onda m neçə olacaq? 3. Bir də loqaritma 6 ifadələr də bir-birinə bərabər olmalıdır. Yəni 15 faktorial da bərabər olmalıdır 2n çıx 3 faktoriala. Faktorialları açsaq, demək ki 2n çıx 3 də bərabər olacaq 15-ə, 2n bərabərdir 18, n bərabərdir 9. Mənə deyir ki, m-lə m-in cəmini tap, bu da eləyir nə? 12. 25-ə baxaq. Deməli, AN ədədi silsiləsinin ilk n həddinin ədədi ortası n üstəgəl 2-dir. AN üstəgəl A5 üstəgəl A6 cəmini tapın. Deməli, AN silsiləsinin ilk n həddinin ədədi ortası. Bu nə deməkdir? Yəni, A1 üstəgəl 25 yazırıq da. A1 üstəgəl A2 üstəgəl A3 və s. AN-i bölsən 1 demək sayına, yəni n-ə. Bu deyir bərabər olacaq n üstəgəl 2-yə. Buradan bura kimi məndə əslində nə verir mənə? Sn verir də, yəni ilk n həddinin cəmini verir. Onda mən n-i çarpaz vursam nə alınacaq? N kvadratı üstəgəl 2n alacaq. Yəni mən Sn üçün bir düstur aldım. Sn-in bu düsturunu biləndə biz tez nəyi tapa bilirdik? A1-i tapa bilirdik də. A1 elə S1 idi. O da eləyir, yerinə qoysan 3. Bəs A2-ni tapanda nə edirdik? A2-ni tapanda da S2-dən, uşaqlar, S1-i çıxmaq lazımdır. Çox sadə bir düsturdur bu. Onda S2, yəni burada n-in yerinə 2 qoy yaz, olacaq. Deməli, 4 üstə gəlir 8. Çıxılsın, S1 də budur da, 3-dür, bərabərdir 5. A1 var, A2 var. Mən buradan nəyi tapa bilərəm? D-ni tapa bilərəm ki, neçə artıb? 2 artıb. Bunu da biləndən sonra A4-ü rahatlıqla hesablaya bilərsən, A5-i rahatlıqla hesablaya bilərsən, A6-ı da rahatlıqla hesablaya bilərsən. A4 nə deməkdir? A1 üstəgəl 3 dənə D deməkdir də. Yəni 3 üstəgəl 6, 9. A5 nə deməkdir? A1 üstəgəl 4 dənə D deməkdir və yaxud da A4-ü bilirsənsə, elə bunun üstünə bir dənə D gəlməyin bəsdir. 11. Onda A6 nə deməkdir? Bunun A5-in üstünə bir dənə D gəlirsən, o da eləyir 13. Və mənə bunların cəmini istəyir. Bunların cəmini nə verəcək mənə? 20, 33 verəcək. 26-ya baxaq. 60 dərəcəli 200-lü bucağın daxilində, deməli 60 dərəcəli 200-lü bucağı tutaq ki, bu şəkildə çəkdik, bu bunun tilidir. Daxilində götürülmüş M nöqtə, yəni burada. Üzlərə indirilmiş perpendikulyarlar. Deməli, bir buna indiriblər perpendikulyar, bir buna indiriblər perpendikulyar. Oturacaqları arasındakı məsafə 5 kökdə 3-dür. Yəni, bax, bura 5 kökdə 3-dür. 60 dərəcəli 200-lü bucaqdır. Bura özü 60 dərəcəli də, onu da deyək. Aha.
bu perpendikulyarlar kongruent olarsa M nöqtəsindən 200'lü bucağın tilinə qədər məsafəni istəyir məndən. Gəlin belə eləyək. Bunlar bərabərdirsə, deməli burada çox gözəl, bərabər yanlı bir üçbucaq yaranır. Onda mən bu bucağı tapa bilərəm. Bu bucaq olacaq deməli 120 dərəcə. Bu bucaq 120 dərəcədirsə, 120 dərəcəli bərabər yanlı üçbucaqda əgər oturacaq 5 kökdə 3-dürsə, onda yan tərəflər 5-dir. Çünki yan tərəfin kökdə 3 hasilidir. Yan tərəflər 5-dirsə, mənə də deyir ki, həmən M-dən tilə qədər məsafə, yəni buranı istəyir məndən. Göy xət var ha, onu istəyir məndən. Aha. Deməli, mən buradan çəksəm, bura yarı bölünür, olur 30 dərəcə, bura olur 60. 30 dərəcənin qarşısında 5-dirsə, onda bura olur nə? 10. Cavab oldu 10. 27'ye baxaq, uyğunluqdur. Burada da funksiyalarımız var. Bir-bir araşdıraq. Birinci funksiyamız A bəndində deyir ki, nə tək, nə cüt funksiyadır. Bəli, 1'ə gedəcək A. Sonra baxaq başqası gedirmi? Qrafik ordinat oxuna nəzər xeyir. Qrafik koordinat başlanğıca nəzər simmetrikdir. Xeyir. Cüt funksiyadır. Xeyir. Çünki dedik nə tək, nə cütdür və tək nə xeyir. Aha, 1 bəsdir. 2'yə gedir. 2 isə necə funksiyadır? Əlbəttə ki, bilirik ki, tək funksiyadır. Çünki təki cütə vurublar. Onda elə tezdən yeni yazaq bura nağdır. A-nı artıq silmişik. A istifadə olundu, Y istifadə olundu. İndi obrislərə baxaq. Qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Xeyir. Tək funksiyalar koordinat başlanğıcına nəzərən simmetrikdir. Deməli, sən demə C imiş. Üçüncü suala baxaq. Bu deməli funksiya modulun içindədir. Onda modulun içində də olduğuna görə cüt funksiyadır. Cüt funksiyası tezdən cütü yazırıq və B-ni də yoxlayaq. Qrafiki bəli, cüt funksiyalar həm də ordinat oxuna nəzərən simmetrik olurlar. Bu qədər şagirdlər. Digər bəndləri bilirsiniz ki, mən həmişə deyirəm, skan etməklə, yəni bax burada başlanğıcda buranı skan etməklə siz 28, 29, 30-cu sualların cavabını elə OTK-nın öz izahatından rahatlıqla baxa bilərsiniz. Sağ olun.